Hər kəs salamlayıram. Bu gün maraqlı bir çoxbucaqlı sualının həllinə baxacağıq. Gəlin məsələni oxuyaq. Deməli deyilir ki, ABCD düzgün beşbucaqlısıdır. ASYBD ulduzunun sahəsi 1-dir. AC və BY P-də kəsişirlər. Həmçinin BD ilə SY də Q-də kəsişirlər. APQD-nin sahəsini tapın. Gəlin verilənləri şəkildə qeyd edək. Verilənləri şəkildə qeyd elədik. İndi gəlin məsələni həll eləməyə başlayaq. Deməli, gəlin başlayaq. Deyir, ABCD düzgün beşbucaqlısıdır. Əgər düzgün beşbucaqlıdırsa, onun bütün bucaqları bir-birinə bərabər olmalıdır. Yəni, həmçinin bütün bucaqları və bütün tərəfləri bir-birinə bərabər olmalıdır. Və bilirik ki, düzgün beşbucaqlıdırsa, bütün bucaqları bir-birinə bərabər olur və düzgün beşbucaqlının bir bucağı 108 dərəcə olur. Həmçinin mən bu tərəflə bu tərəfin bərabərliyinə əsasən də ABC üçbucağının bərabər yanlı olduğunu deyə bilərəm. Onda onun iki tərəfi, daha doğrusu iki tərəfi və iki bucağı bir-birinə bərabər olacaq. Yəni, bu bucaqların hər biri alfa, burada alfa olsun. Tutaq ki. Aha. İndi biz burada belə bir oxşarlıq yaza bilərik. Üçbucaq ABC oxşardır üçbucaq BCD. Biz bunu nəyə görə yaza bilərik? Həmçinin bir-birinə kongruentdirlər. Biz bunu buna görə yaza bilərik. Baxaq. Demişdik ki, düzgün beşbucaqlının bütün bucaqları bir-birinə bərabərdir. Yəni, bu bucaq bu bucağa bərabərdir. Və həmçinin bu deməli tərəflər arasında olan bucaqdır da bu. Yəni bu tərəflər də həmçinin bu tərəflərə bərabərdir. Onlar arasında olan bucaq da bu bucağa bərabərdir. İkisi də 108 dərəcədir. Buna əsasən, yəni deməli TBT əlamətinə əsasən deyə bilərik ki, ABC üçbucağı ilə BCD üçbucağı bir-birinə kongruentdirlər. Kongruentdirlərsə, onda onların uyğun bucaqları da bir-birinə bərabər olacaq. Necə? İndi bu bucaqlar alfa-alfadırsa, məcburən bu bucaqlar da alfa-alfa olmalıdır. Gəlin qeyd edək. Deməli, alfa, burada alfa. Oxşar olaraq bu üçbucaq ilə ECD üçbucağı ilə BDS üçbucağı da bir-birinə kongruentdirlər. Onda bunların da uyğun bucaqları bir-birinə bərabər olmalıdır. Yəni, bu bucaq da alfa olmalıdır. Digəri kimi, həmçinin bu bucaq da alfa olmalıdır. Digər kongruentləri də müəyyən eləsək, analoji olaraq, onda burada alfa olacaq. Bu bucaq da alfa olacaq. Bu bucaq da alfa olur. Alfa olur. Həmçinin bu bucaq da alfa olur. Bu da alfa olur. Aha. İndi baxaq. Deməli, alfa-alfa. Xarici bucaqda 2 alfa olacaq. Həmçinin alfa-alfa xarici bucaqda 2 alfa olacaq. Bu qayda ilə biz digərlərinə də bucaq olaraq 2 alfa deyə bilərik. Yəni bunlara. İndi baxaq. Əgər bura 2 alfa 2 alfadırsa, üçüncü bucaqda 180 çıxılsın 4 alfa olmalıdır. 180 minus 4 alfa. 4 alfa. Digərləri də həmçinin. Onda biz bu nəticəyə gəlirik. Baxın. İndi bura alfa-alfadırsa, onda bu bucaqlar, bu tərəflər bir-birinə bərabər olur. Həmçinin 2 alfa 2 alfaya görə bu tərəf də bu tərəfə bərabər olur. Həmçinin yenə də alfa alfaya görə bu tərəf bu tərəfə bərabər olur. Bu qayda ilə biz digər tərəflərin də bərabərliyini əldə edə bilərik. İndi nəzər yetirin.
Bu ulduzu görürsüz ha. Bu ulduzun yaratdığı 5 dənə üçbucağı nəzər yetirin. Bu 5 dənə üçbucağın hamısında yan tərəflər bir-birinə bərabərdir. Bərabərdir. Və yan tərəflər arasında olan bucaqlar da bir-birinə bərabərdir. Onda nə olur? Bu üçbucaqların 5-i də bir-birinə kongruent olur. Əgər bunların 5-i də bir-birinə kongruentdirsə və yan tərəfləri bir-birinə bərabərdirsə, onda oturacaqlar da bir-birinə bərabər olur. Yəni, bunlar bir-birinə bərabərdirlər. Deməli, biz nə əldə elədik? Bu, ulduzun əmələ gətirdiyi 5 bucaqlı əslində düzgün bir 5 bucaqlı imiş. İndi əgər bu üç bucaqların sahələri bir-birinə bərabərdirsə, onların hər birinə mən S1 deyə bilərəm. Düzdür? Hər birinə S1 deyirəm. Bu PQ düz xəttinin ayırdığı sahələrində birinə S2, birinə də S3 deyirəm. Aha. İndi baxaq. ASYBD-nin sahəsinə 1 vermişdi. Yəni, bu ulduzun ümumi sahəsinə 1 vermişdi. Onda nə olacaq? 5S1 üstəgəl S2 üstəgəl S3 bərabərdir 1. Məndən nəyi soruşur? APQD-nin sahəsini soruşur. APQD nəyə bərabərdir? 2S1 üstəgəl S3 bərabərdir suala. İndi gəlin bu kəsişmə nöqtələrin, bu 5 bucaqlının təpələrin hərflərlə işarə eləyək. Bura M təpəsi olsun, bura N olsun, burada K təpəsi olsun. İndi nəzər yetirin PQNK dördbucaqlısına. Mən bu dördbucaqlını 2-3 bucağa parçalayacağım. Bu S3-ü silək. Ya da S3 qalsın. S3 qalsın. Mən bunu 2-3 bucağa parçalayacağım. Q ilə K-nı birləşdirirəm. Bu 2 dənə 3 bucağa parçalanmış oldu. Və biz də bilirik ki, düzgün 5 bucaqlının bir bucağı 108 dərəcəyə bərabərdir. Yəni bu bucağımız 108-dir. 108-dir. Bu bərabər yanlı olduğuna görə onun o iti bucaqlarda 36-36 olaraq paylanacaq. 36, 36. Və həmçinin mən bu böyük 5 bucaqlının da bir bucağının 108 dərəcə olduğunu bilirəm. Burada bir bucaq nədir? Bu bucaqda da düzdür. Bu bucaq da nəyə bərabərdir? Toplayanda 180 minus 2 alfaya bərabərdir. Bunları cəmləsəm nə olacaq? 108, 180 minus 2 alfa bərabərdir 108. Buradan da alfa bərabərdir 36. Bu zaman 180 minus 4 alfa bərabərdir 180 minus 144, o da bərabərdir 36 dərəcəyə. Yəni 180 minus 4 alfa 36 dərəcədir. 36 dərəcədir. Onda da biz əldə edirik ki, bu üçbucaq bərabər yanlı üçbucaqdır. Niyə? Çünki deməli oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Deməli bu tərəflə bu tərəf də bir-birinə bərabərdir. Düzdür? Bunu mən mavi ilə rəngləmişdim qarşımasın. Aha. Bu tərəflə də bu tərəf bir-birinə bərabər olur. Həmçinin düzgün 5 bucaqlının diaqonallarının bərabərliyinə görə də biz PQ-nün KQ-yə bərabər olduğunu söyləyə bilərik. Aha. Həmçinin bu 5 bucaqlıda diaqonalları çəkdikdən sonra bu ortadakı bucağın 36 olduğunu demədik. Deməli bura 36-dırsa, yəni ortadakı diaqonal, bu da bir düzgün 5 bucaqlıdır da. Deməli bu da düzgün 5 bucaqlıdırsa, bu iki diaqonal arasındakı bucaq yenə 36 dərəcəyə bərabər olacaq. 36 dərəcə.
İndi 36-dırsa bərabər yanlılığa görə bura 72, burada 72 olacaq. Düzdür? İndi mən alfanı 36 tapmışdım. 36-dırsa, 36-dırsa bunların əvəzinə 2 alfa 72 yaza bilərəm. Həmçinin bu bucağı da 36 dərəcə yaza bilərəm. İndi baxaq. Deməli, bu fiquru görürsünüz. Bu fiqurun bu bucaqlarına fikir verin. İkisi də 72-dir. Həmçinin qarşı bucaqları bir-birinə bərabərdir. Burada da, burada da. Deməli, bu fiqurumuz nə olmalıdır? Paralelogram olmalıdır. Həmçinin biz bilirik ki, bunun bütün tərəfləri bir-birinə bərabərdir. Deməli, bu həm də romb olacaq. Əslində romb olmağının elə də əhəmiyyəti yoxdur. Əsas paralelogram olması idi. Niyə paralelogram olması bizə vacibdir? Çünki paralelogramın bir diaqonalı onu iki bərabər üçbucağa ayırır. Yəni bura S1-dirsə, bu üçbucağın da sahəsi S1 olacaq. Yəni biz ümumi bu dörd bucaqda S3 demişdik. Amma onun ayırdığı o üçbucağın sahəsi var ki, o S1-ə bərabər olacaq. S1-ə bərabər olacaq. Burada S1 deyək. S1 deyək. İndi S3-ü siləcəm sonra. İndi gəlin buna baxaq. Deməli, bunun sahəsini bilmirəm. Amma mən bunu necə tapa bilərəm? Baxın, düzgün 5 bucaqlı olduğuna görə, deməli, iki tərəf, gördüyünüz kimi iki tərəf, bunda da iki tərəf bir-birinə bərabərdirlər. Həmçinin bu iki tərəf arasında olan bucaq, buradakı iki tərəf arasında olan bucaq da bir-birinə bərabərdir. Deməli, bu üç bucaqlar bir-birinə konqruentdir. Bir-birinə konqruentdirsə, sahələr də bir-birinə bərabərdir. Yəni, bu S2-dirsə, bu da S2 olacaq. Burada S2 yazıram. S3-ü də dahi silirəm. Artıq o mənə lazım deyil. Aha. İndi biz S3-ü nə ilə əvəz elədik? S1 üstəgəl S2 ilə əvəz elədik də. S3 bərabərdir S1 üstəgəl S2 yazıram. İndi bunu əldə edəndən sonra mən bu S3-ün əvəzinə S1 üstəgəl S2 yaza bilərəm. Bu bərabərliyi gətirək bura. 5S1 üstəgəl S2, S3-ün də əvəzinə S1 üstəgəl S2 yazacağım. Bərabərdir 1. İndi S1 ilə 5S1-i toplayanda 6S1, 2 dənə S2-ni də toplayanda 2S2 eləyəcək. Bərabərdir 1. Məndən soruşulan nə idi? 2S1 üstəgəl S3. 2S1 üstəgəl S3 bərabərdir. S3 nə idi? S1 üstəgəl S2 idi də, düzdür. 2S1, S3-ün də əvəzinə yazacağım. S1 üstəgəl S2 bərabərdir 3S1 üstəgəl S2. Və biz buradan da görürük ki, bu ifadənin yarısına bərabərdir. Düzdür? Niyə? Çünki bu 3S1-dir, bu 6S1-dir, bu 1S2-dir, bu 2S2-dir. Əgər bunun yarısına bərabərdirsə, deməli, yəni bu qiymətin yarısına bərabərdirsə, onda bu ifadənin qiyməti də nə olur? İndi biz bunu yazaq. 6S1 üstəgəl 2S2 bölünsün 2 düzdür də. 3S1 üstəgəl S2 alınır. Bu da bərabərdir. 6S1 üstəgəl 2S2-yə mən 1 demişdim. Yəni bərabər olacaq 1 bölünsün 2. Yəni 0,5. Cavabımız 0,5. Yəni bu fiqurun APQD fiqurunun sahəsi 0,5-ə bərabərdir. Ümid edirəm video sizlər üçün faydalı olar. Videoları like edib kanala abunə olmağı unutmayın. Sağ olun.